Salam dostlar, kanalımıza hoş geldiniz. Bugün biz Great Wall C30 modelinin arxa ve qabaq nakladkalarını dəyişəcəyik inşallah sizinlə. Nakladkalarımız da buradadır. Şimdi bunlar qabaq nakladkalardır. Bu sadə belə buradadır. Bunları özüm bağlamışam. Klam olmasın deyənə. Bu Amerikadakı Çin maşınıdır. Deməli bu qabaq əyləc yastıqları deməli nakladkalarımız. Belə sadə bir kutudadır. Bu garantisizdir. Amma ki, qırmızı kutuda gördüyünüz kimi əyləc yastıqlarımız arxalardır. Great Wall C30 üçün. Deməli, bunun burada belə bir qalagram var. Blombludur. Və onu da biz indi sizlə açıb baxacaq hansı necədir. Belə mən elə qaraqqanı açdan kimi kuluku da aradan çıxdı ki, size göstərmək üçün. Bunlar qabaqlardır. Qabaqlardır, qabaq nakladkalar belə bir. Arxalar bizdə garanti iləndir. 100-150'nin arası garantidir. Deməli, satan mağazin 100-150 garanti verir. Deyir, biz nakladkalarımıza cavabdehik. Bunların kodları hərəsinin üstündə kod var. Simələ stopper'dan olanların kodu başqadır. Bu da bunların yəqin ki 2 ay garanti kağızları. Bilən varsa oxusun, mənə də deyər sonra tərcüməsini. Bunun kodu kiməsə lazımdırsa sökəz verməyə yəni. Bunu inşallah sökək, ondan sonra yenidən qoşulaq. Sökəri boşaltdıq qaykalarını. İndi bunu açırıq. Ondan sonra təzədən qoşuluq. Qaykaları açdıq, çıxartdıq. Axır ki bu da çıxdı. Təkəri də çıxartdıq. İndi biz buradan baxırıq nakladkamıza. Nakladkamız yiyilib dəyişmək lazımdır. İnşallah onu da dəyişirik. Mən təkər çıxardandan sonra bir bu qayka, bir də bu qaykanı. Şimdi bir budur bu qayka. Bir də buradan bu qaykanı inşallah asacağıq. Qayka yox, bolt. Sonra açılandan sonra bu üstü çıxacaq. Ondan sonra nakladkamızı dəyişəcək. Boltlarımızı açdıq. Sadəcə olaraq bunu açanda bu da fırlanır bizdə. Ona görə də bunu da 15 açarla buradan tuturuq ki qaykanı fırlanmasın və boltları açıb. Bu 2020-ci ilin maşınıdır. Birinci dəfədir. Açılıb nakladkası dəyişiləcək inşallah. Çünki deyir, Kitay maşını belə elə. Ola bilər, indi hansısa Kitay maşını ola bilər, amma ki bunlar çiftə gələnlər çox dözümlü və dükkan maşınlardır. İndi biz bunu da çıxardaq nakladkaları açaq. Bəli dostlar, nakladkaları çıxardıb yenilərini bura qoyaq. Onu da yerinə alətimiz var. Alətimizlə direkt getsin öz yerinə. Onu biraz bastıq biz bir də bu avadanlıqla geriyə. Onu fırladıq belə. Bura keçirdib. Belə keçirdib. Bunu fırlatdıqca oradan gedir ona sıxır, aparır dala. Deməli, nakladlar çəkirsən, çıxır. Baxın, bu yarıdır. Bu isə çəkəsidir. Baxın, görün nə qədər qalıb. Təzəndə qoyub keçirdirik belə yerinə. Olur ayala. Buradan da obisini çıxardırıq belə. Bu da həmçinin yarıdır. Görürsünüz, nə vayda fərq var. Bunu da qoyuruq onun yerinə indi. Dostlar, bunları qoyduq yerinə. Nakladkalar yerindədir. Deməli biz nə elədik? Nakladkalar təzə olduğu üçün bu support açıq vəziyyətdə idi də. İçəridəki açarlı idi. Onu içəri çalmaq üçün mən sizə bayaq göstərdim. Belə keçirdik. Bunu fırlatdıqca oradan gedir ona sıxır, aparır dala. Bu alətdən istifadə edirik, qoyduq ora. Onu da sıxmaq üçün bunu açırıq, biraz boşaldırıq ki şitkisin, hava bırakan yerdir. Yoxsa aparını dala getmir. Bir də rutunun trusunu da buradan bunu çıxartmaqla purjunu çıxardırıq, bu boşalır. Bunu aşağı buradan qaldırırıq yuxarı, bu tərəfini yuxarı qaldırıb, burasını yuxarı qaldırıb. Bu gedir aşağı, aşağı gedir bu şarabı kimi. Tutmanın trusu oradan çıxır. Çıxandan sonra rahat onu boşaldıb yerinə salmaq olur. Beləliklə biz bir tərəfi yığdıq Allahın köməkliyi ilə. İndi keçirik. İnşallah Allahın izni ilə qabaq tərəfə. Bu qabaq tərəfi də dəyişib, sonra o sağ tərəfləri də Allahın köməyindən dəyişəcəyik. Arxaları dəyişdik, dağladıq. İndi keçmişik qabağa. Qabaqda deməli bizim bu boltumuz arxada 13 idi.
Burası bu qaykası 15 idi. Burada isə bu 14'dür, bu 17'dir. Yaz olsa qreyt 30'da, qabaq belədir, arxa elədir. Yəni başqalarını da bilmirəm, amma bunda belədir. Yəni deyirəm 20-ci ilin maşınıdır. Hər an bir dəfə əl dəyilməyib. Maşallah olsun ki, əyaladır. Yəni bunu da açaq, bunları qaykaları açdım. Bunları botları çıxartdım. Baxın, inanmışsınızsa bu kley zavodda vurulan kleydir. Üçün yığılanda birinci dəfədə açılır, nakladka dəyişilir. Onu da söküm, bir əllə deyə bilmirəm, söküm göstərəcəm. Dostlar, buralar da asılı olduğu üçün ona görə bir an buraları bu şotkamızla təmizləyək. Ondan sonra buralıca çəkiliş eləyək, sonra toz-tozanaq olacaq, göz-göz görməyəcək. Şimdi onu biraz təmizləyeyim. Bir dənə bu diskin içində buraları da təmizləyək. Buranı da təmizlədik. Gördüyünüz kimi tərtəmiz oldu burada. Şimdi bunu yerinə qoyaq. İnşallah o tərəfi də söküb göstərəcəm sizə qabaqda. Bayaq yadımdan çıxdı o avadanlıqla sportu dala itələmək. Necə itələnən də göstərir. Onu göstərəcəm sizə. Deməli təzə nakladkaları taxdıq bura. Təzə nakladkalar zəif idi deyənə, nəzik idi deyənə. Bu çıxıb qabağa. Sportu dalı itələmək üçün biz köhnə nakladkanın birini qoyuruq bura. Buradan qoyuruq bizim bu avadanlığa. Bunu indi belə uzatmaqla. Deməli bunu belə hasarla sıxdıqca buradan sport çəkilir dalı. Sport dalı çəkildikcə bizə lazım olan qədər sıxırıq onu tam yerinə. Sonra avadanlığımızı buradan çıxardıq. Bir dənə bura yoxlayırıq. Sonra biz rahatçılıqla oturur yerinə. Ondan sonra qaykalarını bağlayıb işimizi yekunlaşdırırıq. Bir dənə qaldı arxa tərəf. Onu da bayaq çəkib göstərmişdim sizə. Buranı da bağlayıram. Yəni bunu bayaq o tərəfi dəyişəndə göstərmədiyim üçün dedim bunu da göstərim ki, o avadanlığı görəsiniz. Vaxtınız üçün təşəkkür edirik. Sağ olun. Allah köməyiniz olsun.